Azadlıq metrosuna piyada 7-8 dəqiqəlik məsafədə 2 otağa düzələ biləcək yeni inşa olunmuş binada 60 kvadratlıq mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir 7-ci mikrorayonda. Əvvəldə də bildirdiyim kimi Azadlıq metrosuna piyada 7-8 dəqiqəlik məsafədə Faxralı restoranının yaxınlığında yeni inşa olunmuş hündür mərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan bir otaqlı mənzildir ki, bu mənzili ideal vəziyyətdə 2 otaqlı mənzilə çevirmək olar təcili olaraq satışa çıxarılıbdır. Yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi Azadlıq metrosuna piyada 7-8 dəqiqəlik məsafədə yerləşir və bununla bərabər bu ərazidə olan bütün yaşayış obyektlərinə və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Videomuzu sonadək izləyin ki, qiyməti haqqında da ətraflı məlumatınız olsun. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməyini göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir 7-ci mikrorayonda. Azadlıq metrosuna piyada 7-8 dəqiqəlik məsafədə Faxralı restoranının yaxınlığında. Yeni inşa olunmuş hündür mərtəbəli binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan bir otaqlı mənzildir ki, mətbəxindən də göründüyü kimi ideal vəziyyətdə 2 otaqlı studiya tipli və yaxud mətbəx balkona çıxarılmaq şərti ilə ideal vəziyyətdə 2 otaqlı mənzil etmək də mümkündür. Mənzilin sənədi kupçadır, qiyməti 145 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.